İlk öncə bunu qeyd edeyim ki, nə Aysunun, nə mənim əlavə ekstra reklama ehtiyacımız yoxdur. Bizim yetəri qədər kütləmiz var. Bu bir. İkinci məsələ, orada bəzi ittihamlar var ki, hansı ki əsassızdır. İttiham eləyirlər ki, YouTube'a gərək biz də pul qoyardıq falan filan kimi. Yəni siz qoya bilərsiniz, biz amma YouTube'a zaten pul qoymamışıq. Və bunun əksini iddia edən varsa, sübut edə bilən varsa, hətta mən pul mükafatı qoymağa belə hazıram ki, yəni kimsə bizim videoların hər hansındasa sponsorlu reklam sözü altında, yazısı altında bizə bir screenshot atsın və yaxud da başqa bir şey. Yəni bu mümkünsüzdür. Kimsə çörəyi qulağın dibinə yemir. Konkret olaraq hər hansısa videoya pul qoyub onu qabağa çəkmək istəyirsənsə, orada sponsorlu reklam sözü yazılır. Bu belədir və bunu da hamımız bilirik. Biz hamımız işimizdə, gücümüzdə adamlarıq. Əgər bir günə 150.000 plus baxışı yığmaq olsaydı, mən bunu 10 il ərzində eləyərdim. Mən 10 ildir mahnı çıxardıram, mahnı oxuyuram, söz yazıram, musiqi bəstələyirəm. Bütün həyatımı musiqi ilə qurmuş adamım. Yəni bunu çoxdan eləyərdim, əmin olun. İkinci məsələ, bizim klipin çəkildiyi məkanın təkrarı. Elə şey olur, nə danışırsınız? Bura Möcüzəli Xızı dağlardır. Bura hamımızındır, sənin, mənim, onun, bunun və bizim komanda o qədər böyükdür ki, yəni biz bir kamerayla gedib haradasa nəsə çəkmirik Aysunla. Bizə sadəcə deyirlər ki, filan geyimi geyinin, zəhmət olmasa filan saatda filan yerdə olun. Vəssalam. Və bu videonda klipi də çəkən rejissorumuz Baxsi babadır. Yəni sağ olsun. Bizə heç bir əziyyət vermir. Yəni gedirik məkana, hər şeyi özləri tapırlar və onu orada çəkirik, çıxıb gəlirik. Yəni biz belə işləyirik. Professional yanaşırıq mövzuya. Ay mənim məkanım, sənin məkanın, elə bir şey yoxdur.